Bir dənə də sürüşdürməyə ilə bağlı baxaq. Bir ikisinə baxaq, sonra keçək düsturlara. Ee, Məsələn, C3 xanasına yazılır ki, A dollar 5, üstə gəlinsin dollar B4, çıxılsın dollar C, dollar 6, plus 2. Bunu aparaq F20 xanasına. Əvvəlcə mən bunu aparıram C20 xanasına. Deməli, 3-dən 20-yə getmişəmsə 17 sətr aşağı düşmüşəm. Onda A dollar 5 kimi qalır. Çünki dolların qarşı 5-in qarşısında dollar işarəsi var. Zaten dollar olsa da olmasa da aşağı gedəndə hərf dəyişmir də, düzdür? Üstə gəlinsin. Dollar B deməli 17 getmişəm də bu 4 artıq dəyişəcək 21 olacaq. Bu da mütləq xanadır. Hara getsə də öz adını qoruyur, dəyişmir. İndi F20-yə C-dən də F-ə getmək üçün C-dən F-ə get. D, Y, F 3 dənə gedəcəm. A-dan 3 dənə gedəndə B, C, D. D-yə çıxıram. D dollar 5. Üstə gəlsin dollar B. B dəyişmədi. Qarşısında dollar var. 21. Çıxılsın dollar C. Dollar 6. Üstə gəlsin 2. Bu mənim düsturumdur. Yazaq bunu C3 xanasında. Deməli, bərabərdir A dollar 5. Üstə gəlinsin dollar B4. Üstə gəlinsin, çıxılsın dollar C, dollar 6 plus 2. Əvvəlcə gedəcəm C20 xanasına. C20 bura. Oradan da gedəcəm F20-yə. F20 bura. Bəli. D dollar 5, üstə gəlsin dollar B 21, çıxılsın dollar C, dollar 6, üstə gəlsin 2. Nə aydın olmadısa deyməlidir. Dollarla bağlı, sürüşdürmə ilə bağlı sizə qaranlıq qalan, aydın olmayan nə varsa deyin. İnşallah indi misal işləyəndə də, testlər işləyəndə də təbii ki bu e, forma. Aydındır. Yəni ilk dəfə olanda biraz insan üçün çətin gəlir də. Yəni hər şey əvvəli çətin olur. Yavaş-yavaş alışqanlıq yaranır. Sondakı sabitlər heç vaxt dəyişmir. Fərqi yoxdur. 2 olsun, 6 olsun, nə olur olsun. Qabaqdakı dollar işarəsində olanlar dəyişmir. Yox, Elədim mən. soldakı sabitlər dedikdə sağa sürüşdürəndə rəqəm dəyişmir. Mənim aşağı sürüşdürəndə rəqəm dəyişir. Yox, sabit üstə gələk 2 Hə, dəyişmir. onu deyirsiniz. O hə, o xeyr, Hə. sərbəst həddir. Xeyr, o dəyişmir. Nə var olduğu kimi qalır. İndi bir dənə Nazım müəllim, görürəm imtahanda bu Excel proqramı zət kompüterdə olacaqdır. xeyr, Bizə belə Hasan xeyr, ay mən, yox, olsa elə şey yaman yox. olar. Yox, yox, Elə, düşünmə günə. elə şey yox qətiyyən. Axırıncı MİQ imtahanında bu Excel-də sürüşdürmənin deməli D4 xanasına sürüşdürüb D3 xanasının qiymətini istəmişdi. Mən görsən necə çaşdırır. D4-də sürüşdürmüsənsə D3-ü D4-ü istə də. D4-də sürüşdürüb D3 xanasını hesabla. Mən D4-ü hesablamışdım. İki səhvim var idi. Bir bundaydı. Bir də mətn informasiyada dəqiqə ilə deyib mən saniyə ilə yazmışdım. 240 saniyə yazmışdım. 4 dəqiqə çevirmədim. Necə razı mənim? Necə sürüşdürmə, nəyi səhv eləmişdiniz? Bir dənə zəhmət olmasa. Məsələn, bir düstur vermişdi, hansısa bir düstur. Məsələn, indi düstur tam yadımda qalmamışdı da. Deyir, məsələn, B xanasında olan düsturu D4 xanasına sürüşdürərək D3 xanasının qiymətini hesablayır. Mən də D4-ə orada ədədləri də qoy baxın, yerinə qoyub hesablayırsan. D4-ə heç sürüşdürmüşəm. D4-ü də hesablamışam, amma D4-ə sürüşdür, D3-ü ondan yuxarıdakını hesabla, aşağıdakını hesablama da, yəni D3-ü hesabla.
Ona çatışdırmaq üçün də elə promoy Təbii döyüşə ki, verə bilər də. çatışdırmaq üçün. Axırda baxmaq olur axı Hmm. nəticələrə. Cavablar çıxdı, gördüm ki, Hmm. dedim ki, məsələn, nəzarətçi zalı çağırdım, o da yazıb nə bilirsə, informatika bilmirəm. Dedim, mən nə bilim, qeyd edim. Sonra gəldim, qruplarda dedilər ki, yox ya müəllim, sən elə bil ki, D4-ü hesablamısan da, D3-ü. Suallar qalmışdı da müəllimlərin yanına. Yəni, siz bizdə necədir? Bizim təhsil sistemimiz anlatmaqla məşğuldur. Güya ki, Hmm. bizim diqqətimizi yoxlayır da. Yəni, sən ya D4-ə sürüşdürmüsənsə, yaxşı, mən D3-ü hesablayacamsa D4-ə niyə sürüşdürürəm? Məntiq hardadır burada? Bax, belə şeylərə diqqət etmək lazımdır. Bax, mütləq düşür. O travma kimi qaldı mənim yadımda. Adi vaxtda da o normal eləyər. İmtahandır. Təbii ki, Adam təbii ki, istər-istəməz təbii ki, həyəcan. təbii ki. O boyda ağır Python sualları özdə 20 neçədə girmişdim mən? 20, 21-də, 22-də. Ağır Python suallarını elə gəl belə sadə sualda adam o incidir. B3 xanasına yazılıb dollar C2 üstə gəlinsin A dollar 5 çıx 9-u aparaq bu dəfə F20 25 xanası. 25 yoxdur da burada, aşağıda. F20 olsun, 22 olsun. Əvvəlcə mən bunu aparıram B22-yə. 3-dən 22-yə 19 gedir. Dollar C 19 gələndə 21 oldu. Üstə gəlsin A dollar 5 çıx 9. B-dən D-F-ə gedəndə C, D, Y, F 4 dənə. Bunun qarşısında dollar olduğuna görə olduğu kimi qalır. Dollar C 21. Üstə gəlsin A-dan 4 dənə sürüşdəndə B, C, D, Y-yə getdi. Y dollar 5 min 5 niyə? Hə 5. Bəli, söz dəyişdirmişik. Hə, bunun qabağında dollar var ona görə. Çıxılsın 9. Deməli B3 xanası buradadır. Yazmışıq ki, dollar C2 üstə gəlsin A dollar 5 çıx 9-u apardıq. Əvvəlcə aparıram B22-yə bura. Onu da aparıram sonra F22-yə. Dollar C21 üstə gəlsin Y dollar 5 çıx 9. Bu dollarla bağlı əgər qaranlıqlı məqam varsa buyurun, yoxsa keçək düsturlara. Müəllim, düsturlara keçək, testlərdə də möhkəmləndirərək bilmədiklərimizi Yaxşı. öyrənərik. Düsturlar. Birincisi count. Count yox, üzr istəyirəm. Sum. Birincisi sum. Xanadakı ədədləri toplayır. Xanadakı ədədləri toplayır. Sum düsturu. Bərabərdir. Sum açdıq mötərizəni daxil elədik. Yəni, baxın, burada əgər, məsələn, D2 nöqtə vergil D9 olsaydı, bir dənə D2 ilə D9-u toplayardı. Yəni, 5-dən 4-dür. Amma D2, D9 diapazon olduğuna görə hamısını toplayacaq. Amma burada dırnaq içində 14-dür, sualdır, ulduzdur, Azərbaycandır. Bunlar təbii ki, toplamayacaq. Çünki bunlar ədəd deyil. Deməli, 5, 8, 13, 12 buradan nə qədər edir? 25, 2, 27, 4, 31. Cavab olacaq 31.
Hə, indi mən bunu göstərməsi üçün burada bunu söndürməliyəm. Aha. Oldu 21, 31. Yəni Sam neynədi? Sam xanada verilən ədədləri topladı. Ancaq ədədləri. İkinci düsturumuz Samifdir. Samif. Şərtə əsasən ədədləri toplayır. Müəyyən bir şərt əsasında toplayır. Yəni Sam hər hansı bir şərt olmadan toplayır. Samif isə müəyyən şərt əsasında toplayır. Məsələn, düsturu klaviaturada yazmaq olar. Baxın, bu düsturu buradan da daxil eləmək olar mənim. Şimdi buradan Samif tapaq, Samifi tapaq, görək Samif var da. Tamam. Klaviaturadan yazalım da. Bərabərdir. Samif məsələn, dəqiqə bax, serverə girsin. Hə. Böyükdür 5. 5-dən böyüklər. O hepsinin yazış qaydasında səhv edə bilərəm. Böyükdür 5. Yox, düz elədim. Neynədi? 5-dən böyükləri topladı. Yəni 12 ilə 8-i topladı. Əgər mən burada kiçikdir 5 qoysaydım, o zaman nəyə toplayardı? 2 və kiçik bərabərdir. 2 ilə 4-ü toplayardı. Eləyərdi 6. Yəni Sam nə ədəd varsa toplayır. Samif isə müəyyən şərt əsasında toplayır. Nədənsə balacaları, nədənsə böyükləri, bərabərləri və s. Üçüncü produkt. Produkt vurmaqdır. Vurma. Produkt. Xanadakı ədədlərin hasilini tapır. Hasilini tapır. Xanadakı ədədlərin hasilini tapır. Bərabərdir produkt. Təbii ki, yenə də ədədləri vuracaq. 5 vur, 8 vur, 12 vursun, 2 vursun, 4. Dırnaq içində 14, ulduz, Azərbaycan sözünü vurmadı. Yəni, produkt neyir? Xanadakı ədədlərin hasilini tapır. Razı, mən orada hamı bir-birinə vururdam onda. Bəli, bəli, bəli. Bəli, bəli. Dördüncü, fakt. Fakt faktorial hesablayır. Faktorialı hesablayır. Faktorialda diapazon olmur. Yalnız bir dənə xananı qeyd edirik. Məsələn, bərabərdir fakt açaq mötərizənin, məsələn, birini qeyd edək, 5 qeyd edək, məsələn. 5 faktorial 120. 1 vur, 2 vur, 3 vur, 4 vur, 5. 5 faktorial. Bəli. Beşinci power. Qüvvəti hesablayır. Qüvvəti hesablayır. İndi burada yalnız 2 dənə dəyər daxil eləmək olar. Bərabər. Yəni, diapazon olmur burada. Bərabərdir, power 2 dənə dəyər. Məsələn, 4 vergül bu birisi 2.
Yəni birinci əsas olacaq, ikinci üst qüvvət, 4 üstü 2 olacaq. 16. İndi mən burada qiyməti dəyişim, məsəl üçün 3 qoyaq, 64. Amma burada mən yazsam ki 3 üstü 4, məsələn bunların yerini dəyişsəm, o zaman birinci 3'ü sonra 4'ü daxil edəsəm, 3 üstü 4'ü hesablayacaq, 3 dönəsə 81. Birinci əsas olur, ikinci onun nəyi olur? Qüvvət. 6. ABC mütləq qiyməti hesablayır. Yəni modulu. Müsbətin modulu özünə, mənfinin modulu isə əksinə bərabərdir. Burada bir mənfi ədəd də qoyaq. Məsələn, bu 3, burada qoyaq mənfi 4. Mənfi 4 qoyaq məsələn. Bərabərdir. ABC mənfi 4'ü qeyd elədik. Olacaq nə? Müsbət 4. Modulu hesablayır mənim. Sonra deməli keçdik statistik düsturlara. 7-ci. Count. Count. Xanadakı ədədləri sayır. Yalnız ədədləri sayır. Yəni bərabərdir. Count toplamır ha, yalnız sayır. Qeyd eləyək bunları. Bax, bunların içində dırnaq içində 14 ədəd kimi tanımır, ulduzu Azərbaycanı tanımır. Yerdə nə qədər qaldı? 1, 2, 3, 4, 5, 6, 7, yox, 1, 2, 3, 4, 5, 6. 6. Yalnız ədədləri saydı. 5'i, 8'i, 12'ni, 3'ü, 4'ü, mənfi 4'ü. 8-ci count if şərtə əsasən sayır. Şərtə əsasən ədədləri sayır. Bərabərdir. Və count if'i buradan tapa biləcək. Count yox. Çox da əslində düsturlar burada. Özümüz yazardı. Bərabərdir. Count if. Deməli, qeyd edirik. Anamızı deyirəm ki dırnaq içində yazıram ki, məsəl üçün kiçikdir 5'lər. 5'dən kiçiklər nə var orada? 5'dən kiçik 3 var, 4 var, mənfi 4 var. Düzdür? Onda nə qədər olacaq 5'dən kiçik olanda? 3, 4, mənfi 3 dənə. İndi yox, yazsam böyükdür 5. Onda 5'dən böyük olanlar 8, 12 var, olacaq 2 dənə. Və yaxud da ki, böyük bərabərdir 5 yazsaydım, onda 5'in özünü də götürərdi, olardı 3 dənə. Yəni, count if şərtə görə ədədləri sayır. 9-cu count A bütün dolu xanaları sayır. Yəni, burada fərq yoxdur. Xananın içində nə varsa sayacaq. A, alı, ol sözündəndir. Hamısı deməkdir. Bərabərdir. Count A deməli 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə saydı? Oldu 9 dənə. Count A. Saymaq üçün üç funksiyamız var. Count yalnız ədədləri sayır. Count if yalnız ədədləri müəyyən şərt daxilində, nədənsə böyüklər, nədənsə kiçiklər, nədənsə bərabərlər. Count A isə bütün dolu xanaları sayır. Aydındır? Növbəti 10-cu minimum. Ən kiçik ədədi tapır.
bərabərdir minimum. Təbii ki, bunların içində ən kiçik olan -4 olacaq qiymət olaraq. -4. Maksimumda ən böyük ədədi tapır. Bu da olacaq bərabərdir maksimum. Bunların içində ən böyük təbii ki 12-dir və 12-nin də qiymətini çıxardacaq. Növbəti funksiyamız statistik funksiyalar ki, len uzunluğu hesablayır. Bu düsturların əksəriyyətini biz Excel-də görəcəyik yenidən. Müəllim, 12'li 13. Necə müəllimə? 12 kaldı. 13. 2, 13. Ən böyük 12 daha burada maksimum. 13 yoxdur axı. Maksimum ən böyücü tapır, düzdürmü? Bunların da içində ən böyük 12 idi. 13 yox. Yok müəllim, sıralama dediği Ha, 11'de elə sonra 13 12 yazmışız, onu istəyirəm. deyir. Burada qarışdırdım. Hə. 12. Müəllim, sıralamanı deyim. Hə. Len uzunluğu hesablayır. Bərabərdir yazıram len. Məsələn, Azərbaycan sözündəki hərflərin sayını tapacaq. 10 dənə. Əgər yazsam, məsələn, burada bərabərdir len. Məsələn, bu dəfə qeyd edirəm bu xananı. Olacaq nə? 2. Niyə 2 oldu? -4-də minusu da bir simvol kimi tanıdı. 4'ü də simvol. Onda bunu yazaq ki, simvolun uzunluğunu tapır. Simvolun uzunluğunu sözünü yazmışım. Simvolun Razı uzunluğunu müəllim. Onda 12'də 2 verəcəkdi, ha? 12'də 2 verəcək, bəli. Uzunluğunu hesablayır. Hesablayır yox. Tapır yazaq. Hesablamırıq, tapır. Bəli, müəllimə. 12'də verəcək 2. Bərabərdir len 12'də verəcək 2. Müəllim, niyə 2 verdin? Azərbaycan sözünü yazmamışdın simvolun uzunluğu. Yox, Niyə 2 verdin? Azərbaycan simvolu budur. 10 tapdı. 12'ni ayrıca yazdım. Yəni 12'də 1, 2 rəqəm var axı ona görə ki. Azərbaycan sözü müəllimə budur. Bax, cavab budur. Bunu yazmışdıq. 10 verdi. Müəllimə dedi 12 yazsaq 2 verə dedim bəli. Bərabərdir len yazıram -12 tam %96. Baxaq 6 verdi. Niyə 6 verdi? Çıxağı götür, minusu götürdü, 1'i götürdü, 2'ni götürdü, nöqtəni, 9'u 6'nı hər birini bir simvol kimi götürdü. Axı ədəd tanımır o, mətn funksiyadır. Aydın oldu Razı müəllim? müəllim. Bəli. Biz orada len məsələn D4 yazsaq, onda verməz ki 2, məsələn 12 üçün deyirəm. Len D4 yazsaq 2 verməz. D4'də nə var? Yoxsa mütləq D4'də 12, neçədə Verər. 12 də deyəsən. Verər müəllimə. Verər. Len, bəli, D4 yazdım. 2 verdi. Hə, len 12 də yazsaq 2 verəcək. Len D4 də yazsaq 2 verəcək, hə? D4'də 12, biz siz nətərdir? Biri var, biz Ünvan. ünvanı veririk, özü Hə, gedir. hə. Bir də var, konkret özümüz deyirik. Elə biri Hə, var, hə. gedirik vitrinə, məsələn, nəsə məhsul sifariş edirik. Satıcı gedir, gətirir bizi. Bir var, özümüz gedib götürürük. Yəni, klaviaturadan daxil edəndə o birbaşa o D4 tanımır ki, D4 ünvana gedir, oradası nəsə götürür. Fərqi yoxdur onun. Fikrimi izah bildim? Hə, hə, başa düşdüm, çox sağ ol. Tamam. 13. If şərtə əsasən yox, biz qutaraq hələ mətn informasiyanı sonra. Left soldan en qədər simvol çap edir. Göstərir, çap edir belə. Necə olacaq bu? Bərabərdir left. Məsələn, Azərbaycan sözünü qeyd edib
Vergül qoyub 4 yazıram. Azərbaycan sözündən soldan 4 dənə hərfi götürəcək. A, Z, R olacaq Azər. Olmadı ki. Niyə? Left yazdım. Left yazmadım. Left, T. Deməli, açdıq mötərizəni. Azərbaycan sözündən vergül 4. Azər. Soldan 4 dənə götürdüm. Right da sağdan götürəcək. 14. Right sağdan en qədər simvol çap edir. Çap edir. Məsələn, bərabərdir. Right Azərbaycan sözünü qeyd edib 3 qoysaq 3 dənə hərf can olur. 5 qoysaq olacaq aycan. Sağdan sola götürür, amma tərsinə oxumur, naciyə oxumur da, yəni. Oxunanda yenə soldan sağa oxuyur. Bir şey izah edə bilirəm? Bəli, müəllim. 15. Bəli, bəli, razıyam. If şərtə əsasən nəticə çap edir. Məsələn, burada biraz əslində alqoritmə bənzəyir bu. Bərabərdir. Mən bu funksiyaları niyə tapa bilmirəm burada? If tapdım Allah'a şükür. Məsələn, deyirəm ki, məsələn, xananın adını seçirəm. D14 D4 böyükdür. Məsələn, D3 xanasından böyükdürsə, yazsın, məsələn, nə yazsın? Kitab. Əgər böyük deyilsə, yazsın, sertifikasiya. Yəni, baxın, burada şərt verir. Bax, bir şərt ödənirsə birincini çap edir, ödənməsə ikincini. D4 D8-dən böyükdürsə kitab olacaq, böyük kitab yazılacaq, böyük olmasa sertifikasiya. Təbii ki, kitab yazılacaq, çünki D4-də 12-dir, 12 də hamısından böyükdür. Əgər burada mən şərti əksinə qoysaydım, yəni desəydim 12 3-dən kiçikdirsə kitab yaz, kiçik deyilsə sertifikasiya yaz, o sertifikasiya yazacaqdı. Yəni şərt ödənirsə, bax burada fikir verək, şərt ödənirsə, bu şərtdir. Şərtdən sonra birincini yazır, ödənmirsə ikincini yazır mən. Alqoritmdir və Pythonun if nətərdir? If ödənirsə nəsə çap edir, ödənməsə else keçmir. Yəni, bax, bu birinci, bax, bu. Ifdir, bu elsedir. Şərt ödənməyəndə buna keçir, belə. Aydındır. And operatoru. Deməli, məntiqi vurma əməlini yerinə yetirir. Ənddə belədir ki, bir dənə yanlışa görə bütün nəticələri yanlış eləyəcək. And operatoru. Bərabərdir. And yazıram ki, 16 böyükdür 2-dən. 8 böyükdür 5-dən. 14 kiçikdir 26-dan. 48 böyükdür 50-dən. Bir dənə səhvim var artıq. Bütün 1 böyükdür -9-dan. Bir dənə səhv olsa nəticə olacaq false. Yəni 255 dənə yaza bilərik. Bir dənəsi səhv olsa olacaq false. And'in doğru olması üçün hamısı true olmalıdır. Or məntiqi toplama və ya da toplama əməliyyatı yerinə yetirir. Yerinə yetirir.
1'dir. İndi baxaq. Bərabərdir. Or 16 böyükdür 100. 96 böyükdür 250. 1298 böyükdür deməli 1897-dən. Bir böyükdür mənfi 6-dan. Bax, bir dənə doğrusu var da içində. Bir mənfi 6-dan böyükdür, düzdür? Bir dənə doğruya görə bütün nəticə oldu true. Bir dənə doğruya görə bütün yalanları bağışladı. 16. Bu da oldu 17. Mənim bu məntiqi mühakimələr kimidir. Bəli, Konyak bəli, şekli. bəli. Bəli, müəllim, bəli, tamamilə doğru. Və sonuncu not məntiqi inkar operatoru. Yəni doğrunu Bunu yalana neyim? çevirir, yalanı da doğruya çevirir. Bəli. Bərabərdir. Not sadəcə olaraq doğrunu yalanı, yalana doğruya. 16 böyükdür 5. 3 böyükdür 16. 48 böyükdür 2-dən. Yox. Bu necə olur? Not. Burada bir dənə yazma olur deyirsən. Hə. 16 böyükdür 5. Normalda doğrudur. True'da ama eləcək false. Amma false olsaydı 16 kiçikdir 5 olsaydı bir dənə olur burada. Hə. 16 5-dən false'dur. Amma eləcək true. Funksiyalar çoxdur, amma əslində bizim proqramda olanlar bunlardır. Bu bizim funksiyalarımızdır. Verək ki, yoxdur, əzim müəllim. Averaj qalıb. Heç yadıma düşmür ki, averaj. Onda gəlin averajı da yazaq. 18. Average. Ədədi ortanın Sayı qədər bölmək. bəli, hesablayır. Toplayır, sayına böləcək. Bərabərdir. Average. Məsələn 6 plus 6. Niyə yazdık ki bir dəqiqə? Bunları qeyd eləyək 3 dənəsini, hamısı. 3 dənə olanda nə qədər olacaq? Deməli 5, 8, 13, 2 ilə 25. Bunu da sayına böləcək. 8 tam 130. Bəli. Bu da oldu average. Tabii siz bu kitab PDF-də də var, kitabda da var. Amma bunu mən belə elədim ki, əsas bizə bu lazımdır da. Ekranı skrin eləyə bilərsiniz də. Bu düsturları, bunları bilsək bəs eləyir. Müəllim, burada faktorial hesablama, o nə deyirdi? 4-cüdə yazmışdınız. Birdən eyinə qədər ədədlər Məsələn, toplayır. faktorial məsələn yazıb ki, fakt 5 və yaxud da ki, fakt 4. O ki, birdən burada olana qədər ədədlərin hasilini tapır. 1 vur, 2 vur, 3 vur, 4. 1 2 vur, 2, 2, 3, 6, 6, 4, 24. Məsələn, fakt olsun neçə? 6. Fakt 6 o deməkdir ki, 1 vur, 2 vur, 3 vur, 4 vur, 5 vur, 6. Yəni 1-dən başlayır, buradakını bir-birinə vurur. 1, 2, 2, 3, 3, 6, 6, 24, 24, 5, 120, 24 dənə, 120 dənə 6, 720. Yəni hasili birdən orada yazılan ədədə qədər, yəni n-ə qədər ədədlərin hasilini hesablayır. Çox sağ olun. Siz sağ olun. İndi müəllimin kitabından Excel tapşırıqları ancaq deməli biz işləyəcəyik. Ancaq hesablama tipli suallar. Nəzəri hissələr qətiyyən bizə lazım deyil.
Burada Yəni nəzəri hissələr düşməyəcək ona görə. deyil müəllimə. Düşməyəcək. İnşallah vaxtımız qalar baxarıq elə bil, amma ehtiyac yoxdur. Düşməyəcək. Xeyr. Deməli burada Razıyam. Özümüz gərək seçək. ancaq gərək seçək, hə. Hə, yox seçib işləyək gərək. 69-dan başlayır. İçində var da Razıyam müəllim. bəli. Bir də mütləq ünvandan nisbi ünvana, nisbi ünvandan mütləq ünvana klavişlər. O hansı klaviş idi? Orada sual da var idi. Düşə bilər belə bir şey. Hə, yəni mütləq ünvandan nisbi ünvana keçmək üçün müəllimə, orada yəni dolları işarəsini ləğv eləmək lazımdır. Onun klavişi var. Shift-lə nə bilim hansı. O tam yadımda deyil. Yox, tək klaviş. Tək klaviş vermişdi sualda. Tək klavişlər. Onu elə belə deyərəm hər ehtimala qarşı, amma məncə bu nəzəri suallar Hı. düşməyəcək. İndi bizdə əslində Hə. maraqlı bir hissəsi də qaldı bunun. Böyük mövzudur. Əslində Excel bir dəfəlik mövzu deyil. Nə maraqlı hissəsi qaldı? Diaqramlarda məsələ tipləri, bax diaqramlarda onlardan gələn dəfə danışırıq. Onlardan düşür, onlardan çox düşür. Diaqramlar mütləq şəkildə bilmək lazımdır. Diaqramlar. Razıyam müəllim, gələn dəfə 1:40 dəqiqəni keçərik də, eybi yoxdur. Hı. O zaman ancaq Açmaqla deyil ki. yox, elə deyil. Yəni belə dalbadal olanda müəllimlər var, qaldıra da bilmir axı. Orası da var da. Məsələn, bir dənə burada maraqlı bir sual var. Ona baxaq. Vaxtımız çatacaq. Deyir, overhead C1, C3 düsturun qiyməti 4-ə bərabərdir. C4, C5 düsturun qiyməti 6-ya bərabərdir. Sam C1, C3 düsturun qiyməti neçəyə bərabərdir? Overhead neyinir? Sahib sayına bölür də, düzdür. Toplayıb sayına bölür. 12. Yəni C1 plus 12. C2 plus C3-ü böləcək 3-ə, eləyəcək 4. 6. C3. Sonra C4 plus C5 bölünsün 2-yə bərabərdir 6-ya. İndi burada 3-ə vurmaq lazım ki, məxrəcdən qutarasan. Onda olur C1 plus C2 plus C3 bərabərdir 12. 12. Burada da C2-yə vuranda C4 plus C5 bərabərdir 12. 6. Üzrsəm 6. 12, 12 düzdür Razıyam müəllim. 12, 2-yə 12. vurur da 12. Hə, Bir də 12. nə istəyirdi 24 burada? cavab. C1 ilə C5-in 24. cəmi. C1 ilə C3 24. vurulur, C4, C5 vurulur. 12 minus 12 bərabərdir 24. Bəli. Bəli. Bu asan. Asanlar, bəli. İndi müəllimlər, baxarsınız, gələn dəfə 40 dəqiqəni buna həsr edərik. Amma siz yenə də yazın. Biz 21-i gün ortaq qoşulaq, 22-si qoşulaq. Mən də işimi bilim də. Yəni onu qrupda müzakirə eləyərik. İndi gecdir təbii ki. O vaxta qədər biz də işimizi ayarlayarıq. Sağ olun. 22 qoşularıq müəllim axşam. Gecəniz xeyrə qalsın. Axşam qoşulmayaq da müəllimə, səhər Tamam. gün ortaya qoşulaq. Axşama mənim qruplarım. Gecəniz xeyir olsun. Gecəniz Sağ xeyrə olun. qalsın. Sabahki Gecəniz çərşənbəsində xeyrə qalsın. hər birinizi təbrik edirəm. Sağ olun. Sağ olun, Çox sağ Sinan olun, Bayram. Razım. Sağ olun.